Hörmətli kanal izləyiciləri, əziz abituriyentlər, yenidən xoş gördük. Bu videoda cəmi 10 dənə Python məsələsinin həllini göstərməyə çalışacağım. Belə ki, gördüyünüz kimi dim topludan başlayırıq. Sonuncu bölmənin yazılı tələb olunan suallarından 141-ci sualdan etibarən başlaya bilərik artıq, düşünürəm. Belə ki, baxaq məsələnin şərtində deyir ki, klaviaturadan daxil edilən sətirdəki hər bir simvoldan yalnız birini götürməklə yanaşı çap edən proqramı Python dilində yazın. Əslində bu kimi məsələlərdə biz düşünməliyik, bir neçə variant ağlımıza gəlir və sizə ən yaxın olan bir variantı seçib o şəkildə yazaraq məsələnin həllini bitirə bilərsiniz. Belə yazıram. Deməli, sətir daxil edəcəyik. N bərabərdir input yazıram. Bu bizim daxil etdiyimiz sətirdir. Və bundan sonra yalnız birini götürəcəyik. Həmin ifadələrdən yalnız birini götürmək üçün. Bundan da ötürü bizim başlanğıc olaraq S bərabərdir boş bir sətrimiz var. Bunu bu şəkildə götürdük. Və ya da ki, boş bir siyahı da formalaşdırıb içərisində yoxlaya bilərsiniz. İndi mən yoxlayacağım for, in, n. Həmin bu daxil etdiyimiz sətrin içərisində gəzməyə başlayacağım və baxacağım ki, görüm həmin o i. I dediyimiz, məsələn, nümunə olaraq mən belə bir ifadə yazıram burada. Salam, millət yazıram burada. Baxacaq ki, S neçə dənədir və ona uyğun qərar verəcək. A gördüyümüz kimi burada 2 dənədir, L 2 daha doğrusu 3 dənədir və bunların hər birini yoxlamalıdır. Bizə deyir ki, şərtdə hər bir simvoldan yalnız birini götürməlidir. Deməli mən n siyahısından girdim. N siyahısına baxacaq i-yə. İlk i s-dir sözsüz ki və bu i-dən s.count i. Yəni s siyahısında yoxlayacaq və sözsüz ki if verəcək. Deyəcək ki, əgər həmin bu i-dən s.count i bərabərdirsə sıfıra, yəni S sətrində artıq ondan yoxdursa, o zaman S sətrinin üzərinə həmin o i-ni gəlsin. Yox, əgər varsa, yəni varsa o deməkdir ki, əgər bir dəfə a-nı əlavə edibsə, artıq sıfır olmayacaq. Ona görə də bu if işləməyəcək. İşləmədiyinə görə də hərəsindən birini götürmüş, sayılmış olacaq və print S yazıram. Burada yoxlaya bilərsiniz artıq ki, məsələn, mən bu ifadəni yazıram, salam millət yazdım. Gördüyünüz kimi burada hər simvoldan birini götürmüş oldu. Bu nümunə idi sadəcə olaraq burada və müxtəlif ifadələr daxil edərək bunu yoxlaya bilərsiniz. Və yaxud da ki, bunu siyahıda da atıb yoxlaya bilərsiniz. Eyni məntiq deyil, amma cüzi bir dəyişiklik edəcəm. Bu burada qalsın. Ctrl-V dedik və artıq bizim siyahımız var. Əgər s.count i bərabərdir sıfırdırsa, o zaman yanlış yerdə sildim. Və burada yoxlayıram ki, s.append. Append nə deməkdir? Siyahıya əlavə edirəm. Nəyə əlavə edirəm? Həmin o i-ni artırdım. Və yoxlayıram burada. Baxaq burada. Deyək ki, yenə də salam sözü yazdım. Gördüyünüz kimi, hər simvoldan birini atdı. Və sözsüz ki, də bunu birləşdirə bilərik. Birləşdirmə üsulu. Bunların hər birini ona görə deyirəm ki, bəlkə də başqa bir məsələlər üçün bu üsullar sizə lazım ola bilər. Yəni, tətbiq etməyiniz yaxşı olar ki, siz də bunu görəsiniz. Join funksiyası. Əgər bizim S siyahımızın içərisindəki elementlər artıq görürsünüz ki, oradadır, sətr tipindədir və bu şəkildə birləşdirmək deməkdir və artıq mən K-nı çıxışa versəm və burada artıq normal olaraq bir yerdə görmüş olacağıq. Yəni salam sözünü gördüyünüz kimi bu şəkildə yoxlamış oldu. Yəni siyahıda əslində bu yuxarıdakı ilə eynidir. Məntiq olaraq yenə də eyni bir üsul var, amma yüngülvarı bir qədər dəyişəcək. Artıq s.count i bərabər 0 məntiqi kimi belə bir şey də yoxlaya bilər. Əgər həmin o i, əgər not in s-də deyilsə, bu üsulla da yaza bilərsiniz. I not in s ya da not i in s də yaza bilərsiniz. Yəni, yenə də yoxlayacaqsınız. Bu bəlkə də bir çox proqram yazanlara xoş gələ bilər. Ən azı dediyimiz ifadəyə oxşardı deyə. Deməli, birinci sualın izahı bu idi. İcazənizlə keçək artıq ikinci sualın izahına. Deməli, 142-ci sualda nə deyir? Klaviaturadan arasında bir boşluq olaraq daxil edilmiş cümlədəki sözdə, cümlədəki neçə sözdə ən azı bir dəfə S hərfindən istifadə olunduğu çap edən proqramı Python dilində yazın. Yenə də bizim bir sətrimiz var və bu sətrimiz arasında bir boşluq var və demək ki, biz nə edəcəyik? Sözlərə baxacağıq və neçə sözdə ən azı bir dəfə S
N bərabərdir n.input ifadəsini bilirsiniz. Normalda bu şəkildə yazılış qaydalarını yəqin ki, STR-sizcə yazdığımızı bilirsiniz. Amma biz nə edə bilərik? Burada əlavə olaraq həmin bu ifadəni n bərabərdir n.split deyə bilərik. Bu o da zaman ki, həmin o boşluğa görə söz ayırır, atır. Yəni baxsaq ki, print nə iş gördü? N yazıram və baxaq nümunə yazaq sadəcə burada. Salam millət yazdım və salam millət sözləri gördünüz ki, ayrı-ayrı siyahıda oldu. Amma bir çox hallarda görə bilərsiniz ki, bunu elə birbaşa da belə bir şəkildə yaza bilərik. Elə bunu silsək n.input, n bərabər input.split və belə yoxlayıram. Və burada da baxırsınız, salam millət bu şəkildə yazdıq. Yəni dırnağın arasına boşluq yaza da bilərsiniz. Bu əslində bu deməkdir, amma bunu yazmayıb default olaraq da bu şəkildə götürə bilir yəni. Artıq biz sətr daxil etmişik və sətri söz ayırmışıq. İndi hər sözün içərisinə baxacağıq. Yenə giririk. For, in, is. Artıq s deyil, n'dir, n. Siyahımıza baxırıq. İ'nin içərisindəki s'lərin sayına baxacağıq. Deyəcəyik ki, əgər if i.count və s, yəni axtardığımız s simvoludur. Əgər böyükdürsə sıfırdan, deməli burada var. Yəni 2 dənədimi, 3 dənədimi ya da 1 dənədimi bizə lazım olan budur ki, 142-yə fikir versək, ən azı bir dəfə s hərfindən istifadə olunubsa. O zaman həmin bu ifadəni çap edəcəyik, ekranda göstərsin. Və yoxlayaq. Bizə bu sözləri də saymaq lazım olacaq deyə gəlin burada elə yazaq ki, nə yazaq? K bərabərdir 0 götürək. Əgər bu şərt ödənilirsə, K bərabərdir K plus 1 yazdıq və print K. Print K yazıram. Və yoxlayıram. Yenə yazıram. Salam, millət, necəsiniz? Bu şəkildə yazdım. Və iki sözdə gördüyünüz kimi S hərfi var və ona uyğun olaraq da 2 ifadəsini çıxartmış oldu ekrana. Keçək 143-cü sual. 143-cü suala baxaq. Şərtdə nə deyir? Elementləri klaviaturadan daxil edilən ixtiyari n elementli tam ədədlərdən ibarət siyahının hər bir elementini öz indeksinə vurmaqla çap edən proqramı Python dilində yazın. Klaviaturadan daxil edilən ixtiyari n elementli tam ədədlərdən ibarət siyahının hər bir elementini öz indeksinə vurmaq lazımdır. Deməli, belə bir şeylə başlaya bilərik. N bərabərdir int input. Bu bizim neçə element daxil etməyimizi bildirəcək. S bərabər 0 və for ilə yazaq istəyirsiniz. In range bu şəkildə yazdım və n. Bu o deməkdir ki, n sayda mən ədəd daxil edəcəm, tam ədəd. A bərabər int input deyirəm. Bunu burada əslində yoxlaya bilərəm. Elə öz indeksinə vura bilərik. Axı bunun onsuz da i-nin ilk indeksi 0 olacaq və hər bir elementi öz indeksinə vurmaqla çap edən proqramı Python dilində yazın. Və hətta belə bir şey yaza bilərəm. S.append A vuraq i. A-nı vurduq i-yə və gələk baxaq. Print s dedik. Şərti bir daha oxuyaq. Elementləri klaviaturadan daxil edən ixtiyari n elementli tam ədədlərdən ibarət siyahının hər bir elementin öz indeksinə vurmaqla çap edən proqramı Python dilində yazın. Gəlirik, məsələn, 5 dənə ədəd daxil edəcəm. 25, 32, 14, -7 və 6. Baxsaq ki, hər halda hər birini öz indeksinə vurdu. 25-i 0-a vurdu, 32-ni 1-ə vurdu, 14-ü 2-yə vurdu, -7-ni 3-ə vurdu və 6-nı da 4-ə vurub bu şəkildə yekunlaşdırmış olur. Hə, bunu ilk başda yazmaq istədiyim bu idi ki, yəni biz bir dənə siyahıya ataq, ondan sonra həmin siyahının içərisində gəzib indeksinə vuraq, amma elə birbaşa da yoxlaya bilərik buradan nəticəni almış olduq. 143-cü sual bu idisə 144-ə keçək o zaman. 144-də nə deyir? Klaviaturadan daxil edilən n sayda sıfırdan fərqli tam ədədi siyahıya əlavə edərək, bu siyahıdakı mənfi elementləri müsbət, müsbət elementləri mənfi edib yenilənmiş siyahını çap edən proqramı Python dilində yazın. Yenə də burada da əslində daxil edilən andakı
yoxlaya bilərik. Yəni az öncə elədiyimiz üsuldan, amma burada istəyirsiniz digərini də göstərir. Yəni birinci siyahını formalaşdıraq, ondan sonra başlayaq bu işi görməyə. Deməli, bizə lazımdır n bərabərdir int input. Bu nə deməkdir? Artıq bizim siyahımız dakı elementlərin sayını yazırıq bura. S bərabərdir bir dənə boş siyahı yazdıq. Bu dəfə istəyirsiniz while ilə yazaq. While deyirəm n böyükdür sıfırdan və artıq belə olduğu müddətdə s.append. Mən int inputu elə birbaşa bunun içərisinə yazacağam. Yazdıq burada və sözsüz ki, n bərabər n çıxaq 1 və print s yazıram burada. Baxaq görək biz nə iş gördük burada. Yoxlayırıq. Yenə də 4 daxil edirəm. Bu demək ki, 4 dənə ədəd daxil edəcəyik və həmin siyahımız hazırdır. İndi həmin bu siyahının içərisində mənfi elementləri müsbət elementləri mənfi edib yenilənmiş siyahını çap edən proqram Python dilində yazın. N sayda daxil edilən n sayda sıfırdan fərqli tam ədədi yazdıq. Bu ifadəni burada yoxladıq. Mütləq ki, sıfır nəzərə alsaq, sözsüz ki, burada yoxlaya bilərsiniz. A daxil edilsə, sıfırdan fərqlidirsə o zaman əlavə eləsin. Bizə lazımdır ki, burada artıq növbəti dəfə sıfırın içərisində, daha doğrusu siyahının içərisində gəzək. Və növbəti dəfə belə yazacağıq. For i. Bunu yenə də başqa bir siyahı yazıb onun içərisinə ata bilərik. İstəyirseniz burada belə bir şey yazaq. Gəldim t bərabərdir 1. For i in yazaq burada s. Bura baxırıq. Deyirik ki, if əgər həmin bu i sıfırdan kiçikdirsə, yəni bu mənfidir. Mənfidirsə müsbətə çevirəcəyik. O zaman t.append i vuraq -1. Bunu belə yazıq. Mənfidirsə müsbətə çevirəcək və eyni zamanda da müsbətdirsə mənfiyə çevirəcək deyə, o zaman bu şərti verməyə ehtiyac yoxdur. Və yazaq burada, belə bir şey yazırıq. t.append elə -1-ə vuraq. Hətta bunu daha aydın olsun deyə -1 vuraq, i yazırıq. Və baxaq görək bizim nəticədə aldığımız ifadə necədir. Print t-ni yazıram bura. Deməli, yoxlayırıq, çalışdırdıq. 4 dənə də daxil edirəm. 32, -96, 78, 45. Və baxırıq ki, 32 mənfi oldu, 78, 45 mənfi oldu, -96 isə müsbət oldu. Bu şəkildə yoxlamış olduq. Deməli, baxdıq ki, mənfi elementləri müsbət elədik, müsbət elementləri mənfi edib yenilənmiş siyahını çap edən proqram Python dilində yazıq. Keçək 145-ə. 145-ci sualda nə deyilir? Baxaq. Elementləri klaviaturadan daxil edilən n elementli ixtiyari tam ədədlərdən ibarət siyahının hər bir elementinin ilk və son rəqəmlərinin hasilini çap edən proqramı Python dilində yazın. Deməli, bu dəfə isə belə bir siyahı formalaşdıraq. Yəni, map funksiyasını istifadə edərək bunu yazaq. N bərabərdir list map və int bu şəkildə yazdıq. Input və split. Artıq bizim siyahımız hazırdır. Baxaq görək, bunun işləməsinə baxaq. Bəzən kimsə bunu bilməyə bilər. Ən azı onlara da dəstək olmağa çalışaq. Deməli, bayaq biz enteri vurub alt-alt yazırdıqsa, burada ədədləri ardıcıl yazırıq, amma aralarında boşluq qoymaqla 25, 36, 4, 78, 3. Biz harada enter düyməsini vuracaqsa, o zaman artıq bizim siyahımız formalaşmış olacaq. Yəni, burada boşluğu ona görə qoyuruq ki, görürsünüz, burada split yazılıb. Splitin içərisində dırnaq arasında belə bir ifadə ola bilərdi. Amma heç bir şey yazmırıqsa, default olaraq onsuz da onu boşluq kimi qəbul edir deyə biz birbaşa bu şəkildə yaza bilirik. Deməli, print n yazır. Yəni, bizim siyahımız hazırdır artıq. İndi lazımdır ki, həmin ixtiyari tam ədədlərdən ibarət siyahının hər bir elementinin ilk və son rəqəmlərinin hasilini. O zaman biz təzədən for i in n deyək. I dediyimiz bizim həmin bu siyahının içindəki elementlərdir. İlk və son qiymətlərini yoxlayacağıq. Bunu da yoxlamaqdan ötürü k bərabərdir str i yazıram və deyirəm ki, bunu bilirsiniz yəqin ki,
K artıq sətir oldu deyə bu imkandan istifadə edə biləcəm. K0 o deməkdir ki, həmin o ifadənin ilk simvol, yəni ilk deyək ki, hansısa bir ədəddir, 56-dır, 56-nın ilk simvolu. Amma bu sətir olaraq bizə qiymət verir. Odur ki, bunu təzədən mən int-ə çevirirəm və bu şəkildə salıram. Və eyni zamanda həmin bu K sətrinin -1-ci indeksi də sonuncu rəqəmini vermiş olur. Və sözsüz ki, bunu da int-ə çeviririk və bir-birinə vururuq. Bir-birinə vurduqdan sonra nə etməliyik? İlk və son rəqəmlərin hasilini çap edən proqramı Python dilində yazın. Hər halda başqa bir siyahıda göstərin ya da burada çıxarın, bir şey demir, amma biz istəyirik bir dənə siyahıda göstərək, ən azı nəticə etibarilə ekranda da görmüş olaq. Deyək ki, burada S bərabərdir boş bir siyahı formalaşdırdıq və həmin bu ifadəni s.append deyib və bunu da atırıq ora. Və burada da print s demiş oluruq. Burada yoxlayaq. Deməli çalışdırıram. 15, 26, 321 və 7 də desək, əslində burada şərt verilmi ki, tək rəqəmli olarsa, baxaq. 145-ci soru elementləri kvadrat daxili n elementli ixtiyari tam ədədlərdən ibarət siyahının hər bir elementinin. Hər halda 7-nin həm ilk rəqəmi 7, həm son rəqəmi 7 olaraq götürdüyünə görə 2 dəfə vurmuş olacaq və onun nəticəsində 49 alınmış olacaq. Və burada da baxsaq 1-5 hasili, 2-6 hasili və 3-1 hasilini 3 verdi. İstəsəz burada yoxlaya bilərsiniz ki, əgər həmin bu daxil etdiyimiz elementin simvolların sayı lenlə baxarsınız ki, bir dənədirsə, istəyirsiniz bunu da yoxlaya bilərik. K bərabər S deyirik yazandan sonra yoxlaya bilərik ki, if len K simvolların sayı əgər bir dənədirsə, bunu o zaman 2 dəfə vurmasın. Yəni s.append deyək sadəcə həmin ifadənin özünü. Məsələn, elə nə deyəcəyik burada? Gəlin deyək int K. Yox, əks halda isə bu şəkildə yoxlaya bilərsiniz. Düzdür, inanmıram, yəni məsələ şərtinə bu tələb olunar. Yəni burada artıq n rəqəmlidir, fərqli sayda simvolları var. Məsələn, yenə yazırıq 256, 324, 7, 98, 6. Baxsaq artıq burada biz istədiyimizi aldıq. 2, 6 hasili, 3, 4 hasili, 7 və 6 da görürsünüz ki, 1 olduğu kimi, yəni özləri qaldılar. Yəni. Deməli, belə də yaza bilərsiniz. 145-i də bu şəkildə yazdıq. 146. Elementləri klaviatura daxil edilən ixtiyari n elementli tam ədədlərdən ibarət siyahının hər bir elementini həmin siyahının ən böyük elementi ilə cəmləməklə alınmış yeni siyahını çap edən proqramı Python dilində yazın. Deməli, burada məsələ budur ki, ixtiyari n elementi tam ədədlərdən ibarət siyahının hər bir elementini həmin siyahının ən böyük elementi ilə cəmləməklə. Yaxşı, baxaq 146-cı suala. Deməli, yoldaşlar, burada da, yəni artıq n sayda ədəddən ibarət siyahı formalaşdırmanın fərqli variantlarını görmüş olursunuz əslində. Yazdıqca bunların hər birini şəkildə yaza bilərsiniz. Sizə hansı rahatdır, hansı uyğunsa onu yaza bilərsiniz. Mən yoldaşlara, dostlara dəstək olsun deyə, yəni ağlıma gələn üsullarla yazıram burada. Deməli, bu dəfə isə növbəti bir şəkildə yazacağam. S bərabərdir. Siyahımız buradadır. Bu arada belə də yaza bilərsiniz. S bərabərdir list də yaza bilərsiniz. Bu da eyni işi görmüş olur ilk başda. Yəni sadəcə daha çox az öncə yazdığımız versiyaya alışmışıq da belə deyim. İndi n bərabər int input yazdıq. I bərabərdir 1 ilə yazırıq və deyirəm ki, while i kiçikdir bərabərdir n, bu olduğu müddətdə mən bir ədəd daxil edəcəm. S.append və int input deyirəm. Bu artıq mənim daxil etdiyim ədəddir və i-ni isə i plus 1 yazacağım ki, həm belə deyək də, geçsin dövrdə bitsin. Sonda dövr bitsin və hər dəfədə mən bir ədəd daxil edə bilim. Və baxırıq burada. Deməli, indi bizim siyahımız hazırdırmı? Siyahımız hazırdır. Siyahımız hazır olandan sonra həmin siyahının ən böyük elementini cəmləyəcəyik. Hər bir elementin həmin siyahının ən böyük elementi ilə cəmləyəcəyik. Bundan ötürü biz gəlin siyahımıza baxaq və bir print istəyirəm, bir şey də ondan sonra deyəcəm. Deməli, yenə də 3 dənə ədəd daxil edirəm, 65, 98, 78. Burada artıq bəllidir.
Burada mənimsətmə üsulu ağla gələ bilər, amma düşünməlisiniz ki, mənimsətmə üsulundan bunu elədikdə, amma siyahının eyni siyahıda söhbət gedir, sözsüz ki, maksimum qiyməti dəyişə bilər üzərinə gəldiyimizə görə. Ona görə biz belə bir şey eləyək istərsiniz. Başqa bir dənə T siyahısı götürək. T dəyişəni istifadə eləməmişik yəqin ki. T siyahısını istifadə elədikmi? Elədik. Bundan sonra təzədən T siyahısını, daha doğrusu S siyahısının içərisinə giririk. For I in S. Artıq biz S siyahısının içərisinə gəzəcəyik və T-yə əlavə eləyəcəyik nəyi? T.append həmin I-nin üzərinə gələcəyik max S-i. Max-ı öncədən də başqa bir dəyişənə mənimsədə bilərdik, amma belə yazdım və burada da print T. Yəni hər bir elementin üzərinə maksimum qiyməti gəldikmi? Baxaq görək burada. Yenə də 3 dənə ədəd daxil edəcəm. Baxıram 8, 6 və 7. Yoxladığımız anda görürüm ki, 8 üstə 8 gəldi, 6 üstə 8 gəldi, 7 üstə 8 gəldi və ən böyük elementi də cəmlədik, alınmış siyahını da ekranda göstərmiş olduq. Bu da 146-cı sualın həlli üsullarından biridir təbii ki. 147-ci suala keçək. Klaviaturadan daxil edilən müxtəlif simvollardan ibarət olan rəqəm simvollarının hasilini, digər simvolların isə indeksləri cəmini çap edən proqramı Python dilində yazın. Deməli, baxaq görək ki, rəqəm simvollarının hasilini yoxlayaq. Gəlirəm bura. 147-ci sual Python. Sətirdir. N bərabərdir input. Sətrimizi daxil elədik. Müxtəlif simvollar. Yəni, nümunə olaraq belə bir şey yazaq. Özümüz başa düşməyə çalışırıq. Təbii ki, öncə deyək ki, bu şəkildə yoxlamış olduq. Fərqli-fərqli simvollar ola bilər. Müxtəlif simvollar var. Rəqəm simvollarının hasili. Haradakı rəqəm var, bir-birinə vuracaq. Digər simvolların isə indeksləri cəmi. Yerdə qalanların isə indekslərini cəmləyəcəyik. Yenə də yoxlayaq. Bundan ötürü də bizə əslində bir neçə variant lazım olacaq. Yəni, bizim belə bir şey yoxdur. İlk başda istəyirsiniz belə bir şey yazaq. R bərabərdir, yəni rəqəm bərabərdir. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İstifadə olunan rəqəmlər bunlardır da. Yəni, bundan artıq yoxdur ki, yəni. For, gəlirəm burada, yazıram I, in, N. If deyəcəm ki, əgər həmin bu I, in, R-də də varsa, yəni rəqəmdirsə, o zaman bir dəyişən götürəcəyik. H bərabərdir. H vuraq int I. Belə yoxlayacağıq. Baxaq görək ki, biz bunu aldıqmı? Deməli, burada H bərabərdir. 1 yazırıq, hasildir deyə və yekun hasil lazımdır hər halda bizə. Print H. Bunu yoxlasaq, nümunə yazıram. Deməli, burada gəldim. 2 daxillədim, 6 daxillədim və bir də 7 daxillədim. 8 vuraq 7. Bir də nəsə qaldı mı? Daha doğrusu 2 vuraq 6, 12 vuraq 7 və 84 burada nəticə çıxmış oldu. Deməli, hər şey qaydasındadır. Biz hasillərini tapdıq. Əks halda, yəni əgər I orada deyilsə, deməli rəqəm deyil, o zaman da indeksləri cəmini tapmamız lazımdır. Bundan da ötürü bir dənə S bərabər 0 götürürük və gəlib burada yoxlayıram ki, S bərabərdir. S üstə gələk. Həmin bu N sətrində indeks I. Və bunu da yoxlamağa başlayaq. Printin növbəti ilə print yazaq. Yan-yana yazmadım. S-i yoxlayaq. Sadə bir ifadə yazaq. Baxaq görək ki, indekslər cəmini düz verdimi? Deməli, bu A mənə lazım DS 3 və faiz işarəsi yazdıq. 2, 3 hasili 6 verdi. A-nın indeksi 1-dir, DS-in indeksi 2-dir. Birincisi 2, 3 elədir. 0, 1, 2, 3, 4. Faiz işarəsində indeksi 7 olduğuna, daha doğrusu 4 olduğuna görə cəmi 7 vermiş oldu. Yəni, bu şəkildə yoxlaya bilərsiniz. Düşünürəm ki, bu rahat gələcək və yaxud da ki, deyək ki, sətirdəki ifadənin rəqəm ya da hərf olduğunu yoxlamaqdan ötürü ya da hərf rəqəm olduğu ya da digər simvollar olduğunu yoxlamaqdan ötürü fərqli metodları var. Bununla bağlı mən YouTube-da videoda paylaşmışdım. İstərsəniz sağ yuxarıda linki qoyaram. Hal-hazırda danışan ələfədə o yuxarıda çıxan linkə tıklayaraq
oradan da o üsullara baxa bilərsiniz. Yəni rəqəmin tapılmasının bir neçə versiyası var əslində. Yəni sadəcə vaxt getməsin deyə burada bununla yekunlaşdırıram. Və keçək 148-ci sual. Nə deyir 148-ci sualda? Burada baxırıq. Deməli, klaviaturadan daxil edilmiş rəqəmləri müxtəlif natural ədədin. Natural ədəd deyil. Ədədlər demir. Yəni ki, en sadə ədədlər deyil. İlk və son rəqəm. Deməli, bir ədəd daxil elədik. N bərabər int input. Bu ədəd olduğu bu şəkildə yazdıq. İlk və son rəqəmlərin yerini dəyişərək yeni ədəd əldə edilir. İlk və son rəqəmini, yəni ədədin rəqəmlərin sayını tapıb, belə deyək də, o şəkildə də yer dəyişikliyi edə bilmə imkanınız var. Amma əlimizdə sadə üsul varsa, niyə də bunu tətbiq edəməyək? K bərabərdir STR N deyirəm. Yəni mən bunu çevirdim artıq sətrə. Sətrə ona görə çevirirəm ki, bunun ilk və son rəqəmlərini tapmaq daha rahat olsun. Və burada da yazım ki, hər kəs üçün aydın olsun. Məsələn, mən tutaq ki, gəlib burada yazmışamsa ki, 2568, bu ifadəni mən hal-hazırda sətrə çevirirəmsə, sözsüz ki, belə bir qiymət almış oluram. Və bundan sonra artıq biz 8 ilə 2-nin yerini dəyişə bilərik. Deməli, mən K 0 desəm, bilirsiniz ki, 0-cı indeksdə duran elementdir. Amma K 0 deməyib, K -1 desəm, bilirsiniz ki, sonuncu, yəni K sətrinin sonuncu elementidir, sonuncu rəqəmidir. Bunun üzərinə gələcəm, 2-ni saymayacağam. Yəni 2-dən sonraki elementləri gələcəm 8-ə qədər. İndi burada 4 rəqəmlidir. Deyək ki, belə yazacağam. K və 1-dən başlayacaq artıq. Birinci indeksdən axıra qədər demirəm. Çünki axıra qədər desəm 8-in özünü də götürəcək. Odur ki, 1 əvvələ qədər. -1 yazmaq olar. Yəni bunu da belə yazaq istəyirsiniz. Len n çıxaq 1 yazdıq. Və sözsüz ki, bunun da üzərinə 0-cı indeksdə duran elementi gəlməliyik ki, bu olsun. Və bunların hər biri sətir tipindədir. Sözsüz ki, K sətirdədir. Odur ki, bu da sətirdədir. T bərabərdir K. İlk öncə bu ifadəni gəlin çapa verək. Hal-hazırda biz necə aldıq? 2568 aldıq və bunun nəticəsi nəyə səhv yazdıq burada? Len, üzrə hesab edin. Len K yazmalıyıq burada. Len K. Bu şəkildə yazdıq. Qalan şeylər ümid edirəm düzdür. Burada yoxlayaq. 2568 yazıram. 8562 çıxdı. Hər şey qaydasındadır. Amma bir məsələ var. Əgər mən 2568 yox, 2560 yazsaydım, gördüyünüz kimi 0562 çıxır. Və bu ifadə int tipindədir. Bu ifadə isə sətir tipindədir. Onsuz da biz bunu intə çevirməliyik. İntə çevirəndə nə baş verir? Bunu ona görə yenə də xüsusi qabartdım ki, hansısa bir məsələdə bunu da nəzərə ala bilmək imkanı ola bilər. Onu nəzərə alın. Deməli, 5620 isə gördüyünüz kimi 625 çıxdı. Yəni 0 qarşıda olanda onu götürmədi. Bu şəkildə. İndi artıq biz bunu müqayisə apara bilərik. Amma əslində modunla da tapa bilərik. Amma gəlin müqayisə deyirsə, müqayisə də yoxlayaq. Əgər həmin n ilə müqayisə aparacaq t-ni, n böyükdürsə t-dən, o zaman neyniyək? Print ya da birbaşa belə yazaq istəyirsiniz. N çıxaq t. Burada əks halda mı yazaq? Çünki bir-birinə bərabər olsa, məsələn 151 daxil etsək, yenə də 151 olacaq. Böyük ədəddən kiçik ədəd çıxılaraq alınan nəticə çap edilir. Verilmiş məsələ. Hər halda eliflə yazma ehtiyac yoxdur. Gəlin else ilə yazaq. Else, bu da print. Burada da əksin yazacağıq. T çıxaq n yazacağıq. Və artıq bu printə də ehtiyac qalmır. Deməli, yoxlayaq. Bir ədəd daxil edirik. 58. Bunun tərsi 85. 85-dən 58 çıxıb bu qiyməti almış oluruq. Deməli, bu da bu sualın cavabı idi. Böyük ədəddən kiçik ədədi çıxdıq. 148 belə. 149-cu sual. Dövr operatorundan istifadə etməklə belə bir siyahı var. Elementlərini ədədi ortasından böyük olan elementləri ekrana çıxaran proqramı Python dilində yazın. Dostlar, belə siyahı verilibsə, elə həmin siyahının içərisində biz işimizi görə bilərik. Yəni, n sayda ədəd daxil etmə şərti qoyulmur və A bərabərdir. Biz də yazdıq burada. 3, 4, 5, 6, 7, 8, 2, 9, 1 və 12. Bunu yazdıq. Bizim siyahımız artıq hazırdır. Və sözsüz ki, bilirik ki, ədədi orta tapmaqdan ötürü rəqəmlərin sayı və eyni zamanda həmin elementlərin cəmi önəmlidir.
və cəmin saya bölünməsindən alınan ifadə ədədi ortadır. İndi həmin ədədi ortanı tapmağımız lazımdır. Siyahısının elementlərin ədədi ortasından. Deməli, bunun ədədi ortasını tapmaqdan ötürü ədədi orta bərabərdir. Sum A yazıram. Bölək len A. Baxaq görək nəyi tapdıq? Biz ədədi ortanı tapdıq. Print ədədi orta bu şəkildə yoxlasaq, bu ifadənin ədədi ortası 5,7-dir. Hər halda bu şəkildədir. Deməli, növbəti addımda artıq baxacağıq ki, belə bir şeydir. O print də qalsın orada. For i in A siyahısının içərisinə gedirik və şərt nə idi? Ədədi ortasından böyük olan. If deyirik ki, i böyükdürsə həmin ədədi ortadan, o zaman print, yoxsa bunu da mı? Sadəcə print də verə bilərik buradan. Print i, yəni siyahıda göstərmə şərti verilmədiyinə görə bu şəkildə yazdıq. 5,7-dən böyük olan ədədləri burada çıxartdı, yəni. Yox, istəsək ki, bu siyahıda olsun, sözsüz ki, o zaman belə bir şey deyək. Necə deyək? S bərabərdir bir dənə siyahı açdıq və deyirik ki, burada əgər bu ifadə şərti ödənirsə, S.append i-ni atdıq ora və sözsüz ki, print istəyəcəyik. Yəni, S siyahısını çapa verəcəyik və baxaq görək necə oldu. Bu da siyahıda göstərmiş oldu. Və 150-ci suala keçək. 150-ci sual. Klaviaturadan daxil edilən müsbət tam ədədin rəqəmlərini əks ardıcılıqla çap edən proqramı Python dilində yazın. 4567 isə 7654 qiyməti alırıq. Həddən artıq çox rahat misaldır. Hələ o sətirdəki az öncə dediyimiz məntiqdə tətbiq edəsək, deməli belə bir şey yazırıq. N bərabərdir int input yoxlayırıqsa biz bu ifadənin təbii ki, rəqəmlərini tərs ardıcılıqda düzəcəyik. Yəni, bundan da ötürü necə edə bilərik? Gəlin, belə bir şey deyək. Elə n də bərabərdir yaza bilərik. STR n yazıram. Və həmin bu n-in bu şəkildə yazsaq, -1 desək, bunu mən tərsini tapmış olurum. Və yoxlayaq, baxaq, görək, həqiqətən elə oldu mu? Print. Mütləq ki, int olaraq çapa göstərmək istəyirsinizsə, o zaman da belə bir şey verə bilərdiniz. Mən nəysə burada səhv yerdə qoydum. Yine düz olmadı. Yəni bunu bağlayaq. Baxırıq və bu şəkildə görürük ki, 9653 ekranda görünmüş oldu. Deməli, biz ədədin rəqəmlərini tərsinə yazdıq. Bunu siyahı ilə də eləmək olar. Onu da gəlin yazaq. İstəyirsiniz, bu da qalsın burada. Siyahı olaraq necə eləyəcəyik? N bərabərdir, yenə də ədəd olaraq daxil etməyimiz şərtdirsə, bunu burada yoxladıq və N bərabərdir list STR-ə çevirməliyəm. Təbii ki, int tipindəki ifadəni birbaşa siyahıya çevirə bilmirəm. Odur ki, STR-ə çevirirəm. STR-ə çevirəndən sonra bunu siyahıya çevirdim və siyahıya da çevirdimsə, artıq mən n.reverse funksiyasından istifadə edərək bunun tərsinə doğru düzə bilərəm. Tərsinə doğru düzdümsə, bunu sözsüz ki, bir formaya gətirmək istəyirəmsə, sətrə çevirmək istəyirəmsə, neyniyək? Deyək ki, k bərabərdir, yenə də bu şəkildə yazırım. Join funksiyasından istifadə edeyim. Düzdür, forla da yazıb, yenə də sətir olaraq yan-yana düzə bilərsiniz, amma bunu yazmış oldum. Deməli, siyahımız n-dir və print o zaman k-nı çapa verək. Baxaq görək. Yenə də bir nümunə yazıram. Bu şəkildə 8956 ekranda görünmüş oldu. Yenə də bu bizə gələn qiyməti istəyirdisə, mütləq ki, int istəyirdisə, bu şəkildə də yaza bilərsiniz. Belə, yoldaşlar, əziz abituriyentlər, xüsusilə də sizə bu videolar çox faydalı ola bilər. Mütləq ki, kod yazmalısınız. Mütləq ki, qarşınızda kompüter, mütləq ki, yanınızda dəftər, qələm, ruçka və daim də bunu düşünməlisiniz ki, mən kod yazım, məsələ yazım, necə yazım. Və sözsüz ki, bir müddətdən sonra daha sürətli yazmaq məsələsi ortaya çıxır. Çünki sizə imtahanda da çox, belə deyək ki, lazımdır ki, qısa müddətdə və daha dəqiq məsələni həll edəsiniz. Ona görə fərqli-fərqli variantları biləndə daha yaxşı olur ki, bu sizin üçün də bir üstünlük olur və o alternativ variantlardan ən yaxşısını, ən qısa olanı seçirsiniz və məsələni həll etmiş olursunuz. Ümid edirəm ki, faydalı oldu, hörmətli kanal izləyiciləri. Sizdən xahişimiz, istəyimiz sadəcə kanalımızdakı videoları izləməyiniz,
bəyənməyiniz və imkanınız varsa paylaşmağınızdır. Hər birinizə uğurlar. Görüşənədək sağ olun.